Gördüğünüz bu qrafik altcoin Trump'ıdır. Deməli bu gündəlik tarifində mən 2 ədəd səviyyə qeyd etmişəm. Biri qanalma bar səviyyəsidir. Buna görə bəzi 2213 qiymətində qeyd olunub. Bunu da qeyd eləmişəm. İkinci səviyyə məndə konstansı səviyyəsidir. 7.9-da qeyd olunub. Görürsüz SVB, yəni səviyyənin formalaşdıran bax budur. Hər iki yəni səviyyədə həm toxunuşlarla, həm də səviyyənin saxta qırılmalarla üstəsini tapır. Yəni burada da toxunuş olub, səviyyənin saxta qırılması baş verir. Burada toxunuş olub, burada toxunuş olub, burada toxunuş olub, burada səviyyə saxta qırılması baş verir. Bunlar üstəsini tapır. Mənim yəni bazar anlayışı strategiyam yəni olduğundan mən sırf səviyyənin qırılması, səviyyənin saxta qırılması və səviyyədən geri qaytarma kimi alternativlərdən istifadə edirəm. Hal-hazırda məndə şərtlərimdə səviyyənin qırılması olacaq. Bundan sonra SQ short olacaq qısaca. Ticarət SQ shortdur. Modelin növü məndə təkrar impulsdur. Modelin növü yəni siz başqa cürdə adlandıra bilərsiniz. Bu fərdi bir şeydir. Yəni mən hal-hazırda yəni təkrar impuls kimi qeyd eləmişəm. Onu mən sizə izah eləyəcəm. SQ short üçün, yəni səviyyənin qırılması üçün mənə qrafik müəyyən zəminlər verir, müəyyən siqnallar verir ki, ona qeyd etmişəm. İlk öncə bu zəminləri biz yəni gündəlik tariflərin üzərindən baxaq. Sonra keçək kiçik tariflərinə baxarıq. Hal-hazırda gördüyünüz kimi məndə birinci əsas qlobal zəmin odur ki, mənim qlobal trendim ay trendidir. Qanalma bar səviyyəsində gördüyünüz kimi qlobal trenddir. Qanalma bar səviyyəsində qeyd etmişəm ki, aşağıya doğru güclü bir hərəkət var. Yəni burada müəyyən bir zəmin, çünki bu zaten qlobal olduğundan və qiymət aşağı getdiyindən, yəni dostlar var ehtimalla bu hərəkət müəyyən səviyyəyə qədər davam edəcək. Harısı təxmini 60-a qədər, hətta ondan da aşağı hərəkət edə bilər və bu səviyyənin qırılma ehtimalı daha çoxdur. Onun da cari dərərə mən hesablamamışam. Cari axtarımında 33%-dir. O da o deməkdir ki, artıq yəni ATR-nin yəni aləti ikinci səviyyənin qırılması üçün yetənə qədər yanacağı və enerjisi var. Bu səbəbdən mən bunları qrafiklərindən anlamışam və ssenariyanı qurmuşam. Nəticə etibarilə də görürsünüz, 30% rekord əldə etməmişəm. Lakin gəl ondan qabaq biz kiçik tariximə keçək və kiçik tariximdə mən olan zəminləri və göstəriciləri qeyd edeyim və oradakı ssenariyanı necə qurmuşam, nəticə olaraq nə əldə etmişəm, onu sizə göstərdim. Kiçik tarixim məndə M5-dir. Burada hal-hazırda lokal trenddən qlobal trend üstə düşür. Mən qeyd etmişdim, lokal trend shortdur. Short qırılmışsa qırılması üçün kiçik tarixin zəmini hansılardır? Buna baxaq. Qeyd etmişəm ki, ilk impuls zamanı qiymətin geri dönməməsi. Siz burada ilk impuls baş verir. Burada konsentrasiya zamanı, yəni qiymət çalışır, yuxarı adlamlarla ki, yəni qiymət geri dönmür, yəni yuxarı getmir. Buna əlavə yəni konsentrasiya gedir və səviyyəyə doğru sunumlar baş verir. Bunların hər üçündən qeyd etmişəm. Fərqli qırılısının davam olması, qiymətin səviyyəyə doğru sunulması. Hamısı qeyd olunub. Mənim yəni pozisiya girişim selling ordunun baş verib. Dəqiqi göstərsəm hər birisini qeyd etmişəm. Giriş nöqtəm məndə QM, yəni 1.94-dür. SL, yəni stop loss 1.36, take profit. Yəni girişdə 5.20-dir. Take profit stop loss nisbətdəki 4.1-nədir. Gördüyünüz kimi mən stop loss'unu qazanız arxasında qoymuşam. Bu müəyyən bir erdəmə olan bir riskdir. Hal-hazırda take profit'dən yəni məqsəd 4 risk olub və mən 4 riskdən çıxmışam. Pozisiyadan yəni take profit çıxmışam. Bunun hər birisi mən burada qeyd eləmişəm. Nəticədə bunu gəlirdə oxuyalım. Qeyd eləmişəm ki, proqnoz üzrə ssenariyo baş tutmuşdur. Trade sistemli şəkildə ticarət alqoritminə əsasən baş verilmişdir. Qeyd edilən take profit götürülmüşdür və 4 risk dəyərində qazanc mənbə əldə edilmişdir. Stop-loss qiymət 3 riskə çatdıqda zərərsiz nöqtəyə seçilmişdir və ona görə bu tradeini qeyd eləmişəm ssenarinin yazılmasıdır, proqnozun verilməsidir və trading sistemi şəkildə ticarət olunmasıdır. A və yüksək qiymətlə qiymətləndirir.